13 iyun 2025-ci il tarixində İsrailin Operation Rising Lion adlı hava əməliyyatı nəticəsində İran ərazisində yerləşən bir neçə nüvə və hərbi obyektlər, o cümlədən Natanz və Fordo obyektləri hədəfə alınıb. İsraillə əlaqələndirilən bu hücumda bəzi İranlı hərbi rəhbərlər və nüvə alimləri də zərər çəkib. İran rəsmiləri bu hücum nəticəsində 78 nəfərin həlak olduğunu, 320-dən çox insanın yaralandığını açıqlayıb. İran cavab olaraq Operation True Promise 3 adlı əməliyyat başladıb və İsraili kütləvi şəkildə raket və dron hücumlarına məruz qoyub. Təxminən 100-150 ballistik raket və 100-dən çox dron İsraildəki müxtəlif hədəflərə, əsasən də Təl-Əviv və ətraf ərazilərə yönəlib. İsraildə hava hücumundan müdafiə sistemləri, xüsusilə İron Dome bu hücumların çoxunun qarşısını alıb. Lakin bir neçə raketin Təl-Əvivdə obyektlərə zərər verdiyi, nəticədə 22-dən çox insanın yaralandığı bildirilir. Birləşmiş Ştatlar İsraili hava hücumlarından müdafiə məqsədilə dəstəklədiyini, lakin birbaşa hərbi əməliyyatlara qarışmadığını açıqlayıb. ABŞ-ın bölgədəki hərbi bazalarından müdafiə sistemləri vasitəsilə İsrailə texniki dəstək göstərdiyi bildirilir. İranın ali rəhbəri Ayətullah Xamenei İsraili heç bir yer təhlükəsiz olmayacaq sözləri ilə hədələyib. İsrailin baş naziri Benyamin Netanyahu isə əməliyyatların İsrailin təhlükəsizliyi üçün başladıldığını və bunun yalnız başlanğıc olduğunu bildirib. BMT Təhlükəsizlik Şurası məsələyə dair təcili iclas keçirib. Dünya ictimaiyyəti tərəfləri sülhə çağırsa da, bölgədə hərbi gərginliyin daha da artacağı ehtimal olunur.